Moskvada 28 may Müstəqillik Günü münasibəti ilə təntənəli qəbul keçirilib. Azərbaycanın Rusiyadakı səfirliyinin təşkil etdiyi tədbirə Rusiya Xarici İşlər Nazirinin müavini Mikhail Galuzin, Rusiya Müsəlmanları Ruhani İdarəsinin sədr müavini Dəmir Muhiddinov, tanınmış siyasi və ictimai xadimlər və Azərbaycan diasporunun tanınmış nümayəndələri qatılıb. Tədbirdə çıxış edən səfir Rəhman Mustafayev xatırladıb ki, 1918-ci il mayın 28-də müstəqil Azərbaycan Xalq Cümhuriyyəti müsəlman şərqi cəmi 23 ay yaşamış, lakin tarixdə parlaq iz qoymuş ilk parlamentli respublikanı elan edib. Sonra Rusiya Xarici İşlər Nazirinin müavini Mikhail Galuzin çıxış edib. O, 2022-ci ildə müttəfiqlik əməkdaşlığı haqqında bəyannamənin imzalanması ilə Azərbaycanla Rusiya arasında münasibətlərin yeni səviyyəyə yüksəldiyini, Rusiya prezidentinin 2024-cü ilin avqustunda Azərbaycana dövlət səfərinin iki tərəfli dialoqda mühüm mərhələyə çevrildiyini vurğulayıb. Azərbaycanlı dostlarımın milli bayramları, Müstəqillik Günü münasibəti ilə ürəkdən təbrik edirəm. 2022-ci ilin fevralında ən yüksək səviyyədə imzalanmış müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə əsasında iki tərəfli münasibətlərin inkişafı istiqamətində birgə işimizin nəticələrindən məmnunam. Əminəm ki, Rusiya-Azərbaycan münasibətlərinin böyük gələcəyi var. Rusiya Müsəlmanları Ruhani İdarəsi, onun sədri Müftü Şeyx Ravil Qaynuddin və bütün Rusiya müsəlmanları adından qardaş Azərbaycan xalqını Müstəqillik Günü münasibətilə ürəkdən təbrik edirəm. Uca Allahdan dua edirik ki, Azərbaycan xalqına firavanlıq, saadət və bütün xeyir işlərində bərəkət nəsib etsin.